Elektrik sahəsini xarakterizə edən əsas kəmiyyətlərdən biri elektrik sahəsinin intensivliyidir. Maqnit sahəsini xarakterizə edən kəmiyyətlərdən ən başlıcası da elə maqnit sahəsinin intensivliyi və yaxud da maqnit sahəsinin induksiyası deyilir. Maqnit sahəsinin induksiyası naqilə təsir edən qüvvənin bu naqilin uzunluğu ilə ondan keçən cərəyan şiddətinin hasilinə, nisbətinə bərabərdir. F bölünsün IL bizim maqnit induksiyasının düsturudur. Əgər buradan vahid çıxarsaq, maqnit induksiyasının ümumiyyətlə vahidi 1 Tesladır. Tesla bərabərdir. Qüvvənin vahidi Newton bölünsün. Cərəyan şiddətinin vahidi amper vurulsun. Naqilin uzunluğunun vahidi metrdir. Ümumilikdə biz vahidi atsaq, kiloqram bölünsün, amper vurulsun, saniyənin kvadratı əldə edirik. Maqnit sahəsinin induksiyası ümumiyyətlə nə cərəyan şiddətindən, nə maqnit sahəsinə təsir edən cərəyanlı naqilin uzunluğundan, nə də qüvvədən asılı deyil. Qeyd etdik ki, maqnit sahəsinin intensivliyi B, bunların heç birindən asılı deyil. Bəs nədən asılıdır? Maqnit sahəsinin induksiyası asılıdır qüvvə xətlərinin sıx olduğu yerlərdən. Qüvvə xətləri nə qədər sıx olarsa, orada maqnit sahəsinin intensivliyi, yəni maqnit sahəsinin induksiyası daha böyük olacaq. Məsələn, biz dedik ki, maqnitin daxilində qeyri-birzins sahədir. Qütblərdə qeyri-birzins sahə olduğu halda burada maqnit sahəsinin induksiyası daha böyük olur, çünki burada xətlər daha sıx yerləşir. Məsələn, biz baxsaq birzins və qeyri-birzins maqnit sahəsinə, burada birzins maqnit sahəsi qeyd olunub. Birzins maqnit sahəsində maqnit induksiyasının vektoru sabit qalır. Biz əgər bir cərəyanlı naqil götürsək, həmin cərəyanlı naqilin ətrafında bir kompas gətirsək, görərik ki, həmin kompasın əqrəbi müəyyən qədər hərəkət etməyə başlayacaq. Kompasın əqrəbinin hərəkət etməsi o deməkdir ki, artıq burada bir sahə yaranmışdır. Cərəyanlı naqilin ətrafında yaranan bu sahəyə biz deyirik ki, maqnit sahəsidir. Həmin bu maqnit sahəsini bir neçə üsulla təyin eləmək olur. Birinci üsulumuz sağ yivli burğu qaydasıdır. İkinci üsulumuz isə sağ əl qaydasıdır. Biz ən çox istifadə edirik sağ əl qaydasından. Sağ əl qaydasında necə tapılır? Sağ əlimizi elə tuturuq ki, baş barmağımız cərəyanın istiqamətini təyin eləsin. Cərəyan istiqamətində yönəlsin. Bu zaman bükülmüş 4 barmağımız isə maqnit sahəsinin qüvvə xətlərini göstərir. Burada 4 barmağımız bu şəkildə yönəldiyinə görə qüvvə xətlərimizdə biz deyirik ki, saat əqrəbinin əksi istiqamətində fırlanır. Bu şəkildə baxsaq, ümumiyyətlə cərəyan müsbətdən başlayır, mənfiyə daxil olur. Cərəyanımız bu istiqamətdə hərəkət eləyir, aşağı doğru. Ona görə baş barmaq aşağı doğru tutulub. Bu zaman bükülmüş 4 barmağımız nəyin istiqamətini göstərir? 4 barmaq maqnit induksiyasının istiqamətini göstərir. Həmin bu 4 barmağın istiqaməti bu formada olduğuna görə biz deyirik maqnit induksiyası saat əqrəbi istiqamətində yönəlmişdir. Maqnit induksiya vektoru şəkil müstəvisindən bizə doğru yönəldikdə nöqtə şəklində göstərilir. Bizdən şəkil müstəvisinə doğru yönəldikdə isə X şəklində göstərilir, təsvir olunur. Məsələn, baxaq bu məsələyə. Səhifədən bizə doğru olan hissə nöqtələrlə, bizdən səhifəyə doğru olan hissələr isə X ilə işarə olunub. Eyni şəkildə burada da o formadadır. Bir dənə ipucu veririk. Deməli, əgər bizim naqilimiz sağa doğru cərəyan axırsa, biz həmişə yadda saxlayırıq. Cərəyanın axma istiqamətinin sağ tərəfi X olur, sol tərəfi isə nöqtələrlə işarə olunur. Və yaxud da cərəyanı bu formada çəksək, yenə də sağ tərəfi X, sol tərəfi nöqtələr olacaq. Yəni sağ tərəf bizdən şəkil müstəvisinə doğru, sol tərəf isə şəkil müstəvisindən bizə doğru yönəlir. Eyni şəkildə fikir versək bu şəkillərdə,
aşağı doğru gedir cərəyan. Cərəyan aşağı doğru gedirsə, onun sağ tərəfi yenə x, sol tərəfi nöqtələrlə işarə olunub. Yenə bu şəklə baxırıq. Cərəyan sola doğru axır. Onun sağ tərəfi x-dir, sol tərəfi nöqtələrdir. Bu şəkildə də yenə eyni şəkildə sağ tərəfi x-dir, sol tərəfi nöqtələrdir. Amma biz əgər bunu sadəcə olaraq sağ əl qaydası ilə hesablasaq, tapsaq, cərəyan sağa doğru axırsa, baş barmağımız cərəyan istiqamətini göstərəcək. Onda 4 barmağımız nəyi göstərəcək? Maqnit induksiyasının istiqamətini göstərəcək. Bu zaman 4 barmağımız buradan daxil olacaq. Bu bir tərəflərdən isə barmaq uclarımızı görmüş olacaq. Əgər diqqətlə baxsaq, görərik ki, bu nümunəmizdə cərəyan istiqaməti ox vasitəsilə verilir. Maqnit induksiyası isə x və yaxud da nöqtələrlə işarə olunub. Bəzən isə cərəyanın istiqaməti x və yaxud da nöqtə ilə, maqnit induksiyasının xətləri isə başqa xətlərlə göstərilə bilər. Bunu qarışdırmamaq lazımdır. Bunun üçün nəyə baxırıq? Əvvəlcə cərəyan istiqamətinə hər zaman baxmaq lazımdır. Fikir versəz, burada cərəyanın istiqaməti ox vasitəsindən onsuz da göstərilib. Əgər cərəyanın istiqaməti oxlarla göstərilibsə, deməli maqnit induksiyasının istiqamətini biz nöqtə və yaxud da x-la təyin edəcəyik. Amma bu suallarda cərəyanın istiqaməti, fikir verin, x göstərilib. Bu cərəyanın istiqamətidir. Deməli, cərəyan x-dırsa, deməli hara doğru axır? Bizdən şəkil müstəvisinə doğru axır. Əgər bizdən şəkil müstəvisinə doğru axırsa, sağ əlimizi elə tuturuq ki, baş barmağımız bizdən şəkil müstəvisinə doğru yönəlsin. Bu zaman 4 barmağımız hansı istiqaməti göstərəcək? Saat əqrəbinin istiqamətini göstərəcək. Bunu sadə şəkildə bu formada da göstərmək olar. Hər bir nöqtədə çevrədə olduğu kimi biz maqnit induksiya vektorunun istiqamətini göstərə bilirik. Səhifədən bizə doğru cərəyanın istiqamətini veribsə, bu zaman biz sağ əlimizi elə tuturuq ki, baş barmağımız məhz şəkil müstəvisindən bizə doğru yönəlsin. Bu zaman 4 barmağımız saat əqrəbinin əksi istiqamətini göstərəcək. Sadə şəkildə də bu formada göstərmək olar.